Rəsul! Bura gəl. Ne oldu dayı? Sən atan hər dəfə bizə gələndə mən həyətdən belə cavablar tapıram. O eşidir, məzələnirsən, sən axsaqlı kişi də onun yaşına başına yaraşır cavab eləmək. Sən sakitdir, mən onu bu dəfə üzünə vuracam. Yox, sadəcə istəyirəm öz maşınımı qoyum Brend Avtokritdə. Bir oradan 10.000 manat pul götürüb, verim oğlumla gəlinimə. Qoy getsinlər Dubayda özləri üçün keyf eləsinlər. Əşi, kimlə biləcək kredit pul deyə maşının nömrəsi qalır maşının üstündə də. Xıvır da yavaş-yavaş ödəyəcəm. Gördün ha, sən də yazıq kişinin haqqına girdin. Sən Allah bağışla, nə yaxşı atın var imiş sənin. Cadunu 100% birinci eləyib. Bəli, əlbəttə ki. Mən uşaqlarıma görə yapışıram. Az tükəs, riski söhbəti fırlatdım. Azafriska, bəs mənə dedin ki, bu cadını heç kim tapmayacaq, hə? Tükəs, canım üçün deyirəm ki, 3 aya bu gəlin evdən boşanıb getməsə, gəlib o verdiyin yağlarla sən başlı rəqə yağlayacaq. Və 3 dənə qaynanmış yumurta gətirim, tükəs, sən zavtırıq eləyirsən, qaymaq zavtır gətirim sən üçün.